İçəri dəvət etdim. Ayağımı soyunmaq istədi, mən icazə vermədim. Dedim ayaqqabılı gəlin, çünki kraskalı idi. Sağ olsun ki, icra başçımız mənə ev verdi. Görürsən bu jurnalistlər harda idi ki, mənə axtarmırdılar. Tam təmir olunub, qurtarılmayıb bu ev. Ona görə icazə vermədim, ayağını soyunub girsin içəri. Ayaqqabılı deyil, çünki özüm də ayaqqabılı girmişdim. Mən özüm dəvət etmişdim Mingəçevir icra başçısını evimə ayaqqabı ilə girsin dedi şəhid anası. Normaldır. Biz də görürsünüz ki, kimsə olanda deyirik, eybi yoxdur. Ayaqqabı ilə keç. Əslində ürəyimizdə də deyirik ki, mədəniyyətli olsun, onsuz ayaqqabı ilə keçməyəcəyiz. Mingəçevirin icra başçısını şəxsən tanımıram, etdiyi işlərdən də xəbərim yoxdur. Amma ki, şəhidimiz Əli Rızayevin anası Kamilə xanım söylədi ki, ona ev verib, ona dəstək verib və o övladının şəkillərini vuracağı artıq bir divara malikdir. Buna görə də onun qapısını açmayan jurnalistlər və ümumiyyətlə ona baş çəkməyən jurnalistlər bu mövzuda danışa bilməzlər. Baxın, bizim ən böyük problemimiz bundan ibarətdir. Bizə bir tikə çörək verən adam gəlsin, eybi yoxdur, çıxsın çiynimdə də otursun, amma kimsə ona nəysə deməsin, deməyin. Həmin anaya demək istəyirəm ki, birinci, sizin övladlarınızı tanıtdıran elə bəlkə də bəyənmədiyiniz jurnalistlərdir. O ki qaldı sizə evin açarını təqdim etməyə. Ana bilmirsə Kamilə Rızayevə diqqətinə çatdırmaq istəyirəm ki, onu Mingəçevir şəhər icra başçısı İlham İsmailov öz cibindən etməyib, nə də ki, atasının mirasından etməyib. Dövlətin ayırdığı pullardır ki, bütün şəhid ailələri evlə təmin olunmalıdır və bu, Cənab Prezident İlham Əliyevin şəhid ailələrinə göstərdiyi yüksək qayğıdır, yüksək diqqətdir və onun göstərişidir ki, bütün şəhid ailələri evlə təmin olunmalıdır. Cənab Prezident İlham Əliyevin qızları bizim bir neçə şəhid ailəsinin evində olublar. Ən son gəldikləri evlərdən biri də şəhid generalımız Polad Həşimovun evi oldu. Orada hər kəs ayağını soyundu, içəri daxil oldu. Amma Sumqayıt şəhərindən seçilən deputat Hicran xanım Hüseynova ayaqqabını soyunmağı məsləhət bilmədi. Şəhidin evinə ayaqqabı ilə girmək olmasın. Sadəcə ananı məcbur eləyiblər bu barədə video çəksin. Amma çox utanc verici bir videodur. Bilirsiniz nəyi xatırlatdı bu? O icra başçısı Mirsaleh bəy dediyi, mənim plaşım 350 manatdır, mən 3 il bundan əvvəl almışam. Eynən həmin məsələyə oxşadı. Siz susub dayansaydınız daha hörmətli görünərdiniz. Nəinki hər şeyə reaksiya verməyiniz. Yəni bir icra başçısı 350 manatlıq plaş geyinir, həm də 3 illik geyinir. Yəni çox gülməli idi də əslində. Amma ki bunu dedi də icra başçısı getdi. İndi bu icra başçısı da öz adamlarını, vəzir vəkillərini göndərir ki, gelin şəhidin anası ilə danışın və o belə bir video çəksin ki, o özü məndən xahiş edib ki, sən Allah ayağını soyuma ayaqqabı ilə keç. Yeni evə. Sonra da ana deyir ki, evim deyir yeni, onsuz da boyalanmışdı, kraskalanmışdı deyir ana. Ona görə deyir dedim. Amma boyanın üzərində diqqətinizə çatdırım ki, ayaqqabının izi daha çox qalır. Alət etməyin şəhid analarını. O sualı verənlər var. Deyir, jurnalistlərə nə deyərdiniz bunu xəbər kimi hazırlayan jurnalistlərə? Nə deyərdiniz? Ayıb olsunmu, utansınlarmı? Az qala deyirlər ki, ölüb yerə girsinlərmi? Mən o sualın cavabını sizə belə verərdim ki, ayıb sizə olsun ki, siz Mingəçevir şəhər icra başçısı İlham İsmailovu süddən çıxmış ağ qaşığa döndərmək üçün şəhid anasını məcbur edib danışdırmışsınız. Ola bilsin ki, bundan sonra şəhid anası video çəkəcək ki, xeyr, mən məcbur eləməmişlər, mən özüm danışmaq istəyirdim. Amma sizin videoda verdiyiniz cavablara baxanda hiss olunurdu ki, necə məcburiyyətdən danışır.